Axşamınız xeyirli olsun, dəyərli xanımlar. Hər birinizi xoş gördüm. İlk növbədə özümü təqdim edim. Adım Cəmilədir. Artıq 6 ildir Network sayəsində çalışıram. Böyük uğurlarım olub və hal-hazırda yanvar ayından Liquid şirkəti ilə əməkdaşlıq edirəm və burada da çox gözəl bir komanda ilə çalışırıq. Artıq komandamın sayı 1500-ü ötür. Maşallah olsun, liderlərim var. Güclü komanda ilə çalışırıq və bərabər şəkildə möhtəşəmliklərə imza atırıq və bildiyimiz kimi Liquid şirkəti Azərbaycanda yenidir, amma buna baxmayaraq dünyada artıq 212 dövlətdə rəsmi şəkildə fəaliyyət göstərir. Amerika ştatlarında, ilk dəfə Florida ştatında yaradılmışdı 2022-ci ildə. Artıq 3 ildir demək olar ki, bu şirkət fəaliyyətdədir rəsmi şəkildə, beynəlxalq şirkətdir və şirkət Business Forumda da birincilikdədir, yəni dünya səviyyəsində nömrə 1 şirkət olaraq Liquid şirkəti ilə də hal-hazırda biz də Azərbaycanda çalışırıq və möhtəşəm qazanc sistemi var şirkətin, möhtəşəm hər kəsi, yəni istədiyi bir qazanc planı bizə təqdim edir Liquid şirkəti. Çünki artıq şəbəkədən fərqli olaraq, yəni şəbəkə sistemlərindən fərqli olaraq daha rahat şərtlərlə, belə deyərdim, hər kəsin qazana biləcəyi qədər, istədiyi qədər qazanc planı verir bizə Liquid şirkəti. Və belə deyim də, biz adətən şəbəkə şirkətlərində hansısa qol şərtlərinə görə və yaxud məhsul satışına görə qazanclar əldə etmişik. Amma bugün Liquidda isə tam əksidir. Yəni bu şərtlərin heç biri olmadığı üçün burada hər kəs rahat şərtlərlə qazanc götürə bilir. Çünki şirkətdə heç bir qol şərtləri yoxdur, heç bir bal sistemi yoxdur, məhsul almaq məcburiyyəti yoxdur. Təbii ki, MLM şirkətidir, şirkətin məhsulu var və yəni bu şirkət sırf Amazon kimi fəaliyyət göstərir. Hansı ki, yəni dünya səviyyəsində olan, bilirik ki, Amazon şirkəti çox insanları qazandırır və bugün Liquidda bu şəkildə və qeyd edim ki, abunə sistemi üzərindədir, yeni bir modeldir. Dünyada yeni bir inqilab edərək sırf həm abunəçilərini qazandırır, həm də digər şirkətin ümumilikdə 7 növ qazanc planı var. Əsasən bu 7 növ qazanc planı 3 qazancın içərisindədir. Yəni 3 tərəfdən biz bu qazancları əldə edə bilirik. Təbii ki, ümumiyyətcə sistem necə işləyir? Bu barədə deyim. Ümumiyyətcə sistemdə biz hər birimiz abunə kimi qeydiyyatdan keçirik və hansı ki, siz ayda sadəcə $10 ödəyərək siz şirkətə abunə olursunuz. Necə ki, dünyada abunə sistemi ilə çalışan Amazon özü, Netflix, yəni Costco, YouTuber, bunlar hamısı bilirsiniz ki, abunə sistemi üzərindədir və bugün Liquidda abunə sistemi üzərində öz sistemini qurub və fərq odur ki, ən gözəl tərəfi də odur ki, Liquid bugün abunəçilərini də qazanc verir, qazandırır digər şirkətlərdən fərqli olaraq. Təbii ki, hər bir kəsi ilk növbədə abunə olmağa çağırır. Sadəcə ayda $10 abunə haqqı ödəyərək siz bu şirkətin bütün imkanlarından yararlana bilirsiniz. Və burada dediyim kimi qol şərtləri olmadığı üçün, bal sistemləri olmadığı üçün, məhsul almaq məcburiyyətləri olmadığı üçün çox rahatlıqla burada siz hər həftə qazanc əldə edə bilirsiniz. Baxın, mükəmməllik budur ki, biz burada hər həftə istədiyimiz qədər limitsiz qazana bilirik. Yəni burada hansısa rütbələrə gəlim çatım qazanc götürəcəm, hansısa və yaxud böyük bir komandam olsun, mən qazanc alacağım. Bu şeylərin heç biri yoxdur burada. Siz elə gəldiyiniz andan düşünün ki, bu necə möhtəşəm bir şirkətdir və bugün qoşulmuşsunuz və elə bugün də siz çalışıb artıq hər həftənin 4-cü günləri biz qazanclarımızı götürürük və siz də öz qazanclarınızı götürə bilərsiniz. Düşünün ki, möhtəşəmliklə də. Yəni, baxın, bu şirkət ümumiyyətcə dediyim kimi 3 tərəfdən qazanc verir bizə. Birinci qazancı elə abunədəndir. Hansı ki, siz qeydiyyat olursunuz.
və qeydiyyat olduğunuz andan sadəcə ayda bir dəfə 10 dollar abunə haqqı ödəyərək abunəliyinizi qoruyursunuz. Yəni 1 dollardan 2047 dollara qədər qazanc əldə etmiş olursunuz. Yəni şirkətin birinci möhtəşəm tərəfi elə buradadır ki, burada ola bilər, məsəl üçün xanımlarımız var ki, şəbəkə bizneslərində uğursuz nəticələr əldə ediblər. Nəyə görədir bu? Çünki qol şərtləri var. Yəni onlar komanda qura bilməyiblər. Yəni komanda qurmadıqları üçün, bacarmadıqları üçün, hətta məhsul alıb, çoxlu məhsullar alıb sata bilmədikləri üçün təbii ki, uğursuz nəticələr əldə ediblər. Amma bugün isə Livgood isə deyir ki, sadəcə abunə olun şirkətimə, abunəliyinizi qoruyun və təbii ki, 75% endirim məhsullarından da yararlana bilərsiniz. Və bundan əlavə də 1 dollardan 2047 dollara qədər də sırf abunəçisi üçün də əlavə pul ayırır şirkət. Təbii ki, bu qazancla bitmir. Yəni bu abunə qazancı deyərdim ki, ən az bir qazancdır. 1 dollardan 2047 dollara qədər. Çünki şirkətin hələ limitsiz qazancları da var. Təbii ki, hər bir abunəçi, yəni fərq etmir. Hər bir abunəçiyə bir mənalı pasiv qazanc olaraq 1 dollardan 2047 dollara qədər olan qazanc aiddir. Amma digər qazanclar artıq sərbəst şəkildə bizə sunulur. Və seçim bizimdir. Biz hansı tərəfdən qazanmaq istəyirik? Baxın, düşünün ki, məsəl üçün, şəbəkə şirkətlərində biz adətən görmüşdük ki, məhsul satışından ancaq bizə müəyyən faizlər, qazanclar verilsin. Amma burada isə şəxsi dəvətdən belə. Yəni, şəxsi dəvət edirsinizsə bir partnyoru, bir abunəni, belə deyək, bir müştərini siz şirkətdə. Və şirkət həmən, məsəl üçün, partnyor gəlir, qeydiyyatdan keçir, abunə olur və siz şəxsi dəvət etdiyiniz bir abunədən dərhal, elə həmin həftə 5 dollardan 25 dollara qədər qazanc götürürsünüz. Baxın, bu mükəmməl bir hissəsidir şirkətin. Yəni, komissiya verir sizə də, belə deyim, şəxsi dəvət etdiyiniz bir partnyordan. Və hansı ki, siz bu partnyordan tək ilk həftədən 5 dollardan 25 dollara qədər komissiyanı götürdünüz. Bu sizin ilk qazancınız oldu, deyək ki. Əgər siz əlavə məhsul da satış edirsinizsə, bu da əlavə bir qazanc verəcək sizə. Yəni, dəvət etdiyimiz partnora görə əlavə qazanc alırıq. Məhsul satışına görə əlavə qazanc alırıq. Yəni, sərbəst şəkildə artıq seçim bizimdir. Biz hansını bu həftə ərzində edə biliriksə, hansına gücümüz çatdısa, dəvət edə biliriksə bir partnyor, təbii ki, həmən həftə dərhal qazancımız gəlir bizim. 5 dollardan 25 dollara qədər. Və yaxud məhsul satışı edə biliriksə, o zaman oradan da 50%, 10% əlavə qazanc götürürük, sırf məhsul satışından. Yəni, bunların hər biri ayrı-ayrılıqda bizə sunulur. Yəni, məcburiyyət etmir ki, şirkət bizə mütləqdir. Siz həm dəvət etməlisiniz, həm məhsul satmalısınız, ay sonunda nəsə qazanasınız. Bunların heç biri, yəni, burada olmadığı üçün tam rahatlıqla, sərbəst şəkildə bütün, elə bir ki, səlahiyyəti bizə verir şirkət. Yəni, sərbəst şəkildə biz ürəyimiz istəyən qədər bu şirkətdə qazana bilirik. Hansısa limit qoyulmayıb burada. İstəyirsiniz bir həftə ərzində 10 nəfər dəvət edin, istəyirsiniz 20 nəfər, 50 nəfər, o sizə qalıb artıq. O qədərini də siz öz komissiyasınızı alacaqsınız. Və yaxud da məhsul satışındadır. Ürəyiniz nə qədər istəyir, həftə içi istəyirsiniz 50 dollarlıq satış edin, istəyirsiniz 300 dollarlıq, nə bilim 100 dollarlıq və ona görə də siz onun qazancını alacaqsınız dərhal. Bunlar hamısı həftə içi sizə birbaşa hər 4-cü günlər bizim maaş günümüzdür. Siz onu dərhal kabinetinizdə yəni götürürsünüz və nağdlaşdırıb istifadə edirsiniz. Ümumiyyətlə şirkətimizdə 2 cürə qazanc əldə etmək olur. Transfer yolu ilə və şirkətin master kartı ilə. Hansı ki, bu master kart qlobal olaraq şirkət bütün qlobal dövlətlərin hər birinin birbaşa vergisini verir. Hansı ki, şirkətin şəxsi master kartını siz əldə edirsiniz və o master kartı dünyanın hər yerindən də istifadə edə bilirsiniz. Və siz onu istifadə edəndə avtomatik o kartın özündə müəyyən bir kiçik faizlər çıxılır. Yəni, o da vergiyə bağlıdır, dövlətlə qanuni şəkildə çalışdığı üçün, təbii ki, bu da bizim üçün başlıcalığıdır ki, biz rəsmi bir şirkətin əməkdaşlarıyıq ki, bu daha uzun ömürlü olur, bizim şirkətimizin uzun ömürlü olmağını göstərir ki, rəsmi şəkildə çalışmağımız.
Və deməli, burada 3 növ qazanc sərbəst şəkildə bizə sunulur. Təbii ki, burada rütbələr də var və bunlar rütbələr artıq hansı ki, siz dəvət edirsiniz, daha çoxlu dəvətlər edirsiniz və dəvət etdiyiniz partnyorlara görə şirkət sizə həftəlik daha da dərin qazanclar verir. Və bu necədir? Birazdan mən lövhədə də izah edəcəm. Və deyərdim ki, siz bilsəz ki, buradakı abunələr, hansı ki, abunə kimi gəlmişsiniz, qeydiyyatdan keçmişsiniz. Çox xanımlar var ki, deyir, mən abunə kimiyəm, mən dəvət edə bilmirəm və yaxud satış edə bilmirəm, məhsul alıb sata bilmirəm. Təbii ki, onlar abunə kimi qeydiyyatdan keçiblər. Amma yəni hər bir abunə artıq biləndə ki, bir dəvət belə onun aldığı aylıq maaşa 50% təsir edir artımına. Və heç bir abunə burada dəvətsiz qalmır. Düşünün ki, hər bir abunə istəyir ki, kim istəməz ki, aylıq 100 dollar qazandınız. Deyək ki, sizin aylıq abunə haqqınız 100 dollardır. Və sizin 2 dəvətiniz var və o 2 dəvətdə hərəsi sizinlə bərabər 100 dollar qazandı. Və düşünün ki, o sizin şəxsi dəvətiniz olduğu üçün o 2 nəfər. Siz onlardan da əlavə sizin maaşınıza 50% təsir edir. 50%, deyək ki, 50 dollar bir partnyordan sizin maaşınızın üstünə gəlir, çünki 100 dollar qazanıb o. Digər partnyorunuz da 100 dollar qazanıb, ondan da 50 dollar sizin maaşınızın üzərinə gəlir. Düşünün, siz 100 dollar almışdınız və siz əlavə dolardan 50 dollar gələndə bu nə qədər oldu? 200 dollar. Düşünün ki, bir ay ərzində sizin maaşınız 2 dəfə 50% artım oldu. Çünki sizin sadəcə 2 dəvətiniz var və hansı ki, o 2 dəvətdə sizin kimi abunə olub şirkətə və təbii ki, siz qazanırsınız, o da qazanır və ondan sonra da abunələr qeydiyyatdan keçir və bu şəkildə sizin qazanclarınız, yəni ki, hər bir partniyora görə 50% artım olur və düşünün, bu nə gözəl bir şeydir. Və siz təbii ki, burada hər bir abunəçi dayanmır. Hər bir abunəçi istəyir ki, daha çox qazansın, daha çox abunələri qazansın və hansı ki, hər bir abunəçi sadəcə 2 nəfəri, 3 nəfəri belə ailəsindən də yazsa belə yenə də möhtəşəmdir. Düşünün ki, həm siz, həm ailə üzvləriniz əlavə qazanclar qazanır. Bir dəqiqə xanımlar. Üzürlü sayın. Və baxın, bütün abunələr artıq bildikcə ki, bu işin içində, yəni bir abunə bizim maaşımıza nə qədər təsir edir. İndi mən 100 dollar deyirəm də xanımlar, zaman keçdikcə, ay keçdikcə bu abunə qazancları çoxalır. Məsəl üçün bir gün olacaq, sizin o 2 dəvət etdiyiniz abunəçi 500 dollar qazanır, 1000 dollar qazanır və düşünün ki, siz onun 50%-i sizindir. Hansı ki, siz ondan deyək ki, 1000 dollar qazanmışdısa, 500 dollar sizə gəlir. Hər ikisindən ayrı-ayrılıqda 500 dollar gəlirsə, bu ümumilikdə 1000 dollar qazanc edir. Və düşünün ki, bu sizin maaşınıza nə qədər bir artım etmiş olur. Ona görə, yəni bunu burada eşidən, bilən hər bir abunəçi məncə dayanmamalıdır. Hər bir abunəçi 2 nəfər də olsa öz ailə üzvlərindən, 3 nəfər də olsa ailə üzvündən mütləq bura qeydiyyat etməyi onun, yəni qazancının 50% artmasına səbəb olur. Baxın, burada dediyim kimi referal qazanclar var, hansı ki sizin gündəlik dəvətləriniz və mən indi istəyirəm ki, sizə burada səsli şəkildə izah elədim və keçim istəyirəm lövhədə də izah edim, rütbələri izah edəcəm. Çünki burada rütbələrimiz də var. Çünki hər rütbəyə görə biz həftəlik qazanclarımızı daha çox alda bilirik, xanımlar. Düşünün ki, siz sadəcə 3 nəfəri belə dəvət etsəz, sadəcə 3 nəfəri və o 3 nəfərlə siz görün, hər həftə nə qədər qazanclar əldə etmiş olursunuz. Çünki burada rütbələrə görə bir partnyordan, deyək ki, 3 partnyorunuz var, 3 dənə sadəcə abunə dəvət etdiniz və bu 3 abunə də sizin kimi onlar da qazanmaq istəyir. Həm həftəlik, həm aylıq qazanclar. Təbii ki, aylıq qazanc hər kəsə aiddir, bütün abunələrə aiddir. Dəvət edən də, edə bilməyən də və yaxud satış edən də, edə bilməyən aylıq qazanc bir mənalı hər kəsə aiddir. Amma biz öz maaşlarımızı daha da çoxaltmaq istəyiriksə və yaxud həftəlik də daha çox, hər həftə istəyiriksə
daha çox qazanaq. Məsəl üçün həftə içi biz istəyirik 100 dollar, 200 dollar limitsiz qazanclar. O zaman sadəcə baxın, sadəcə 3 xanım belə sizinlə bərabər sizin kimi çiyin-bəçiyin çalışarsa, sadəcə 3 xanım. Və o da sizin kimi sadəcə 3 xanım gətirə bilər. Və bu cürlə dərin bir struktur yarandıqca siz buradan da əlavə rütbələrə görə əlavə qazanclar verir sizə. 10 dərinlikdən xanımlar. Təsəvvürün 10 xəttdən siz sırf rütbələrə görə qazanc götürürsünüz. Yəni belə bir mükəmməl sistem heç bir arada yoxdur. Həm rütbələrə görə həftəlik dərinlik qazanclar gəlir sizə 10 xətt dərinliyə qədər. Hansı ki dəvətinizin dəvətindən düşünün ki 10 dəvətinin dərinliyindən sizə qazanclar gəlir. Bundan əlavə dediyimiz kimi abunə qazanclardır. Hər kəsə aid olan 1 dollardan 2047 dollara qədər olan qazanc. Və üçüncü qazanc isə hansı ki məhsuldan gələn qazancdır və bu da ayrı bir qazanc verir bizə 50%, 10% qazanc. Və düşünün ki, yəni bu 3 şəkildə qazancı biz hər birindən burada yararlana bilirik. Sadəcə şirkətə abunə olaq və təbii ki, hansı tərəfi istəyiriksə, o tərəfdən qazanclarımızı çoxalda bilirik. Və mən indi istəyirəm sizə lövhədə də bu rütbələri izah edim. İnşallah ki, hər şey aydın görünür. Yəqin ki, görünür hər bir şey. Zeynəb, görünür orada hər şey. Səs yaxşı gəlir. Bəli, bəli. Baxın, xanımlar, deməli burada biz dedik ki, ümumiyyətcə sistem necədir? Deyək ki, bu sizsiz. Bu sizsiz. Baxın, burada bir dəvətiniz var. Baxın, bir dəvət etdiniz. Və bu bir dəvətə görə dərhal sizə 5 dollardan plus 25 dollara qədər siz qazanc götürürsünüz. Sırf bir dənə partnyordan və elə birinci həftədən. Bugün gəldiniz, bugün dəvət etdiniz və bir həftə ərzində bunu siz qazancını götürürsünüz. Sonra deyək ki, ikinci bir xanımda dəvət etdiniz, artıq 2 dəvətiniz var. Eyni qaydada həmən o xanımdan da bu qazancı götürürsünüz və belə nə qədər ürəyiniz istəyir, dəvətlər edin. Və burada bütün bu qeydiyyatlar istəyirsiniz, burada 10 nəfəri belə dəvət edin. Baxın, 10 nəfəriniz olsun, fərq etmir. Bu 10 nəfər, bütün hamısı, baxın, burada alt-alta düşür. Və bir də robot burada qeydiyyatları, robot özü paylayıb, biz qeydiyyatları aparırıq, amma robot isə soldan sağa doğru. Baxın, bura atır bir qeydiyyatı, bura atır bir qeydiyyatı, sizin bu 10 qeydiyyatı. Sonra gətirir, bura atır, sonra bura gətirir. Yəni, bu şəkildə qeydiyyatlar soldan sağa boşluqları doldura-doldura bu şəkildə gedir. Bir mənalı. Və deyək ki, siz 3 nəfəriniz var. Çünki rütbələrə görə hər bir kəsin minimum 3 nəfəri olmalıdır. Onu təkrarlaya bilən 3 nəfəri olmalıdır. Baxın, deyək ki, bu sizin ailə üzvlərinizdir. Qoy olsun, bu sizin ailə üzvünüz. 2 nəfəri yazdınız bura. Və 3 dənə də sizin 3 nəfəriniz də, deyək ki, padruqanız ola bilər, qonşunuz ola bilər, nə bilim, iş yoldaşınız ola bilər, fərq etmir. Onlar da sizin kimi çiyin-bəçiyin çalışır və sizinlə bərabər bu yola çıxırlar. Amma bu 2 nəfər ailə üzvünüzdür, o qalsın orada. Hansı ki, bu 3 nəfərlə siz burada bir yola çıxırsınız və onlarla dərin bir rütbələrə doğru dərin bir struktur qurulur burada. Hansı ki, hər həftə siz bu strukturdan əlavə qazanc götürürsünüz. Yəni, bunun abunə qazancına aidiyyatı olmur. Yəni, həftəlik qazanclar bizim üçün sırf dərin xətlərə görə gəlir. Hansı ki, ilk burada rütbəmiz 2 dəvətdən bronzdur. Bronz rütbəsi. Burada bronz rütbəsinə görə bizə 2 xətt açılır. Burada yazmırım, makirim. Üzürlü sayın. 2 xətt, bilmirəm, yaxşı görünür, amma məncə yazmır. 2 xətt açılır bronz rütbəsinə görə. Zeynəb, görünmür, hə? Zeynəb, eşidirsən məni? Yazılarım görünmür. Sadəcə biraz tutqun kimi görsənir Cəmrə xanım. Bəlkə də telefondan da bilmirəm. Bilmirəm, bu makerdə çox da şey yazmır. Bir dəqiqə görüm. Bir dəqiqə xanım var, bir də baxım başqa maker.
Baxın, deməli, bronz 2 xətt açılır. Bronz rütbəsində sadəcə 2 nəfəri dəvət etməklə siz bronz olursunuz və hansı ki 2 şəxsi dəvətinizə görə siz sadəcə onlardan baxın qazanırsınız ilk həftədən $5-dan 25 dollara qədər və əlavə olaraq da hər ikisindən 50% da sizin abunə qazancınıza, yəni aylıq qazancınıza təsir göstərir. Bu xanımdan da 50% artım olur sizlər üçün. Və ikinci rütbəmiz isə gəlir burada silver rütbəsi. Hansı ki silver rütbəsində 4 xətt açılır bizə. Və 4 xətt nə deməkdir xanımlar? Baxın, bu sizin şəxsi dəvətinizdir. Bu onun dəvətidir. Baxın, bu xanımın. Siz bundan 10% qazanırsınız. Şəxsi dəvətdən 50% və onun dəvətindən 5%. Onun da dəvətindən 5%. Baxın, 4 xəttdən, dərinlikdən 1, 2, 3, 4 xəttdən siz artıq silver olduğunuz üçün qazanc götürürsünüz. Və burada 3-cü rütbə golddur. Goldda 6 xətt açılır sizin üçün. 6 xətt, baxın, yenə də 2 xəttdə əlavə olundu. Baxın, bu şəkildə, deməli, 3%, 2%, baxın, bu şəkildə və 4-cü rütbə burada platin, hansı ki platində də 8 xətt açılır. Baxın, 8 xətt və burada da yenə 2%, 1%, baxın, bu şəkildə sizin qazanclarınız artır və sonuncu rütbə isə almaz rütbəsidir və 10 dərinlik, 10 xətt açılır sizin üçün. 10 xətt, baxın, bu şəkildə 10 xəttdə artıq bu şəkildə siz davamlı şəkildə qazanclarınızı artırırsınız. Baxın, düşünün ki, xanımlar, bu sizə həftəlik bu dərinliklərdən siz qazanc götürürsünüz. Hansı ki, xanımlar, bu tək bu xəttə aid deyil. Mən indi bir xanımın üzərində bunu göstərdim. Düşünün ki, sizin burada 5 xanımınız var, nə bilim, o 3 xanımınız belə, 3 xanımınız deyək ki, dərindən işləyir. Onların hər birinin dərini strukturundan siz bu cürna 10 dərinlikdən, baxın, 10 dərinlikdən siz qazanc götürürsünüz. Həmçinin bu xanımın da 10 dərinliyindən siz qazanc götürürsünüz. Yəni, baxın, nə möhtəşəmdir bu. Sırf bu həftəlik olaraq bu qazanclarda sizə limitsiz olaraq gəlir. Siz sadəcə 10 xanımla istəyirsiniz bu yola çıxın, istəyirsiniz 3 xanımdan çıxın bu yola. Minimum 3 xanımınız olmalıdır rütbələrə görə. 3 xanımınız olmaq sizə kifayət edir bu dərinlik qazanclarını da götürmək, həmçinin əlavə olaraq abunə qazancını da götürmək, həmçinin onlardan gələn 50% qazancı da götürmək. Yəni, artıq bu sizin seçiminizdir. Siz burada, məncə, hər bir abunəçi gəldiyi andan bu qazancları götürmək üçün, yəni təbii ki, 3 xanımı dəvət etmək, hər kəs ətrafında belə bir insanlar var ki, bu qazancları istəyir. Çünki bu şəbəkə deyil və onu qeyd edim ki, xanımlar, bəzən xanımlar elə bilirlər ki, dəvət etmək varsa, yəqin elə şəbəkə kimidir, burada da dəvət etmək. Xeyr, xanımlar, baxın, burada belə bir şey var. Biz deyirik, qol sistemi yoxdur burada. Bu silinmir, xanımlar. Ola bilər ki, bu çünki maker deyil, başqa cür makerdir bu. Baxın, xanımlar, düşünün ki, bu tərəf yoxdur. Bu tərəf yoxdur sizdə. Amma gəldi, bura bir xanım gətirmişsiniz. Bu bir xanım və yaxud da robot gətirib bir xanım atıb bura. Fərq etmir. Özünüz gətirmişsiniz ya da bir xanımı robot gətirib atıb bu boşluğa. Və bunun altı sürətli belə inkişaf etdikcə siz yenə də burada hansı ki o $1-dan 2047 dollara qədər olan qazancı götürürsünüz. Baxın, heç bura yoxdur. Çünki biz ona görə deyirik ki, bu şəbəkə deyil. Yəni, şəbəkədə sizin nə qədər qollarınız olsa, o qədər çox qazanırsınız. Amma qollar olmasa, siz qazanmırsınız. Amma burada isə qolunuz belə olmasa, bu bir tərəf olmasa da, siz sırf bu bir xanımın inkişafına görə yenə burada 2047 dollara qədər olan qazancı qazanırsınız. Yəni, bu qədər mükəmməl bir sistemin içindəyik. Amma sizin əlavə dəvətləriniz olsa, bu sizin maaşınızda birbaşa artım edir 50%. İstəyir bir xanım, istəyir 3 xanım, 5 xanım, hər birindən 50% əlavə qazanc sizindir. Yəni, bu sizin şəxsi dəvətli olduğu üçün. Bunun başqasına aidiyyatı yoxdur. Sadəcə sizin özünüzə.
Demək olar ki, mən bunu izah etdim. Yəni burada izah etmədiyim nəsə qalmadı. Həmçinin məhsuldan da eyni qaydada həm biz 75% endirimdən yararlanırıq, həm də dediyim kimi əlavə də 50%, 10% da qazanc götürürük. Demək olar ki, hər şey aydın oldu, xanımlar. Mən indi istəyirəm, bizim bugün sürpriz qonağımız olacaq. Mən sürpriz qonağımızı birazdan təqdim edəcəm. İnşallah ki, sonra sual-cavablara da keçəcəyik. Kimin nə sualları olsa, təbii ki, qonağımıza da verərlər, inşallah. Bir zəhmət, siz, Eldizə xanım, bir mənə oradan mikrofonun üzərindən vurun. Mən sizə əlavə edim. Bura. Eldizə xanım, buradasınız. Aha. Mənim dəyərli sponsorum. Bugün Eldizə xanım bizimlədir. Eldizə xanım, xoş gördüm sizi. Bizə qoşulun zəhmət olmasa. Mikrofonun üstündən vurun. Mən sizin mikrofonunuzu açdım əslində. Eldizə xanım, buradasınız. Buradayım, Ay burada. canım benim, xoş gördüm sizi Eldizə Eşidirsiniz xanım. məni? Bəli, bəli. Biraz möhkəm danışın. Xoş gəlmisiniz Eldizə xanım. Çox sağ olun, Allah razı olsun. Öncə özümü təqdim edim. Buyurun. Adım Eldizədir. Artıq 7 ildir şəbəkə biznesindəyəm. Özüm ixtisasca müəlliməyəm. İxtisasım üzrə çalışmamışam. Yəni iznim olmuyor. Yəni şəbəkədə olmuşam və ailəliyəm, 4 uşağım var. Özüm ixtisasca müəllimə olsam belə Slavyan Universitetini bitirmişəm. Amma belə deyək, öncə onu deyim ki, mən ümumiyyətlə müəllimlik peşəsi həqiqətən də gözəl peşədir. Sadəcə mənim ona heç vaxt həvəsim olmayıb. Amma belə deyək, başqa bir peşəni sevmişəm. Arzum olub ki, belə deyək, yurist olum. Amma evimdə, yəni ailəm izin verməyib. Ona görə rus demişkən, по наставлению родителей, yəni valideynlərimin istəyi ilə bu peşəyə yiyələndim. İstəməyərəkdən. Belə deyək, arzularım, yəni belə deyək, həyata keçməyən bir insan oldum. Çünki böyük arzularım vardı, amma onlara çata bilmədim. Və belə deyək, müəllimlik peşəsini sevmədiyim üçün təbii ki, nə iznim oldu işləməyə, nə də ki, həvəsim oldu. İmtahan versəm də, keçsəm də, amma nəsə alınmadı. Və başladım, ümumiyyətlə, mənim özümdə bir həvəs olub ki, mən həmişə istəmişəm ki, özümü inkişaf elətdirim. Mən özüm rus məktəbini bitirmişəm və özümdə olub ki, o azadlığı xoşlamışam. Daha çox, yəni heç kəsdən asılı olmayım, özüm qazanım, nəysə. Sonralar elə bir fikir gəldi ki, bir şirkət açım, şirkətim olsun. Lakin buna da artıq ailə qurandan sonra ailə mane oldu ki, yəni bura olmaz, ora olmaz, uşaqlar, ev. Ümumiyyətlə, nəysə bir beynimdə həmişə bir yeniliklər olub ki, nəysə bir yaradım, nəysə bir yenilik edim. Və düşündüm ki, mən onsuz da heç bir yerə işə düzələ bilməyəcəm, belə izin olmayacaq və düşündüm ki, özümə evdən bir biznes qurum. Yəni ilk qarşılaşdığım şirkət Ariflem şirkəti olub. Yəni biz Cəmilə xanımla o vaxtdan tanışıq. Və Ariflem şirkətində 4 ay yarıma rütbə açdım, orada qazandım. Sonra digər şirkətlərdə işlədim. 2 dənə X şirkətlərdə, orada da rütbələr açdım. Bir neçə rütbələr açdım. Qazandım. Yəni elə bir şirkət olmayıb ki, mən orada qazanc əldə etməyim. Komandamı da qazandırmışam. Amma son qoşulduğum şirkət, yəni həqiqətən mən
məni çox yordu. Qazancım da olsa belə, yəni həm mənəvi, həm nə bilim, çox beynim çox yoruldu. Çünki mən çox işləyib, bir var ki, çox işləyib, çox qazanırsan. Bir var ki, sən elə bil ki, az işləyib çox qazanasın. Artıq mənə yorucu gəldi. Və düşünün ki, baxırdım komandama, komandamın qazancını görmürdüm. Xanımlara qazanc görmürdüm. O baxımdan düşündüm ki, artıq mənim burada işləməyim alınmayacaq və gəlir götürə-götürə öz sponsoruma dedim ki, mən artıq çalışmaq istəmirəm. Ümumiyyətlə şəbəkədən uzaqlaşmaq istədim. Çox uzaqlaşmaq istədim. Hətta dedim ki, mənim qollarım var, 3 qolum var idi. Dedim, kimə istəyirsiniz transfer eləyin, mənə artıq maraqlı deyil. Və o vaxtlar atam çox qəflətən xəstələndi. Dünyasını sonra dəyişdi. Allah bütün ölənlərə rəhmət eləsin. Həm motivasiyam sıfır idi. Yəni çox pis durumda idim o vaxtı. Özümə gələ bilmirdim və ümumiyyətlə şəbəkənin başını buraxmaq istədim. Sonra elə oldu ki, mən haçansa bir xanımı bu biznesə dəvət edirdim. İşlədiyim Home Bitkisel şirkətinə. O xanım mənə bu şirkəti göstərdi. Dedim, valla bu şirkət mənlik deyil. Bu pul qoy, pul götür sistemi kimi mənə gəldi. Və dedim ki, xahiş edirəm, məni narahat etməyin buna görə. Mən ümumiyyətlə, yəni belə şirkətlərdə işləmirəm. Bu qeyri-rəsmi bir şirkətə oxşuyur. Dedi, xanım, valla gəlin sizə mən link atım, siz qoşulun, araşdırın. Nəysə bir müddət, haradasa bir 2 ay, yəni mən atam xəstə olduğu üçün atamın yanındaydım rayonda və başladım araşdırmağa. Araşdırdım, sonra tanışım vardı İsveçrədə, ona ingilis dilində atdım ki, mənim üçün bunu zəhmət olmasa araşdır, görün bu nədir. Və o araşdırdı, dedi, çox maraqlı bir şeydir, akaziyası bizdə də var bu və çox gözəl məhsulları var. Və sonra mən nəysə məndə başladı bir maraq oyanmağa. Yavaş-yavaş başladım araşdırmağa. Sonra elə bir ki, atam dünyasını dəyişdi. Mən elə bir ki, bütün işləri buraxdım. Bir müddətdən sonra nəysə gördüm ki, bekaram. Təsəvvür eləyin ki, insan pul qazanan insan olsun, təsəvvür eləyin ki, əlimə pul gəlmir. Bilirsiniz də, yoldaşın əlinə baxmaq da, yəni hər bir qadın, nə bilim, hərəsində bir cür xasiyyət var. Mən də beləyəm ki, istəmirəm kimdənsə pul istəmək. Və düşündüm, baxdım, gördüm ki, yox, mənə qabaq əlimə pul gəlirdi, indi gəlmir. Özümü çox narahat hiss etdim və düşündüm, bəlkə mən bu şirkətlə maraqlanım. Başladım özüm araşdırmağa və mənə çox maraqlı gəldi ki, burada qol şərtləri olmağı. Ümumiyyətlə, mən şəbəkədə işləyəndə mən düşünürdüm ki, mən elə bir şirkət istəyirəm ki, orada hər iki xanım qazansın. Yəni, tək mən qazanmayayım da. Komandamı düşünürəm, ətrafını düşünürəm. Elə həqiqətən də onun arzusunda olmuşam və mənə bu şirkət maraqlı gəldi. Başladım araşdırmağa, öyrənməyə və xanımlar, inanın ki, mən öz ətrafıma başladım, heç qoşulmadan dəvət etməyə. Ətrafım belə mənə dedi ki, sən öz başını bu şirkətə salma, sən arada qalacaqsan, səni tutacaqlar, ay belə, ay elə. Mənə elə bir ki, bir növ haradasa motivasiyadan biraz düşdüm. Amma dedim, axı bu gözəl bir üstünlükdür ki, burada dəvət gətirən də qazanır, dəvət gətirməyən də qazanır, burada qol şərtləri yoxdur. Deyirəm, axı bu belə bir sistemdir. Deyir, yox, sən deyir, ora deyirsən, orada 50 manatdır da, 50 dollardır, 85 manat. Birdən o xanım qazanmasa, sən nə cavab verərsin? Siz düşünün ki, xanımlar, mənim elə bir ki, ağlıma o girmirdi. Allaha dua elədim. Dedim, ya Rəbbim, xeyirlidirsə, sən mənə qismət elə bu şirkətə qoşulmağı. Əgər xeyir yoxdursa, yəni məndən uzaqlaşdır. Yəni, istəmirəm belə bir işə girim. Ümumiyyətlə, hərdən də mən risk etməyi sevən bir insanam. Amma yenə də araşdırıram. Araşdırmağı da çox sevirəm. Ümumiyyətlə, mən bütün sistemləri araşdıran insanam. Araşdırıram həmişə. Və qoşuldum. Başladım, təsəvvür edin, o qrupda ki, yəqin ki, yadınızdadır, Cəmilə xanımla yaratdığımız qrup. Orada əvvəl biz qoşulanda haradasa 10 neçə nəfər adam var idi. Çox adam az idi. Biz işlədik, yavaş-yavaş
başladım statusunda paylaşım etməyə. Yaxınlarım qoşulmadı, tək başladım. Amma mən indi düşünürəm ki, mən nə boyda riskə girmişəm. Nə ki mən Cəmilə xanımı da bu riskə atmışam. Nə yaxşı ki, mənim qabağıma Cəmilə xanım kimi bir lider çıxdı. Ətraf mənə qoşulmadı, yaxınlar qoşulmadı. Cəmilə xanım özü bu iş haqqında məlumat istədi məndən, statusunda gördü. Biz həmişə danışırdıq onunla. O da məni dəvət edirdi. Başqa şirkətlərdə də olmuşuq. Nəysə, Cəmilə xanım, yəni bilirdim ki, savadlı bir liderdir. O elə-belə bir işə qoşulmaq. Nəysə, elə oldu ki, Cəmilə xanım məndən iş haqqında məlumat istədi və etirazları oldu. Hardasa 2 gün, 3 gün Cəmilə xanım elədirmi? Səhv etmirəmsə, biz danışdıq. Və Cəmilə xanımın etirazları var. Hamısını etirazlarını cavabladım və Cəmilə xanım sözün düzü çox inamı yox idi, amma qoşuldu. Qoşuldu, sonra özü başladı yavaş-yavaş araşdırmağa. Və biz Cəmilə xanımla başladıq yavaş-yavaş işləməyə. Mənim sponsorum Aytan xanım, sonra Zeynəb xanım qoşuldu. Yəni, mənim bəxtim deyək də belə gətirdi ki, mənim qabağıma çox güclü, çox savadlı, çox təmkinli, çox gözəl bir lider çıxdı. Deyərdim ki, mənim liderlərimin gözü. Yəni, mən açığını deyim. Çünki mən, inanın ki, mən tək bu işi, inanın ki, mən yəni onu ifadə edə bilmirəm. Mən nə qədər çətinliklərlə biz ikimiz uğraşdıq, bunu Allah bilir. Yəni, hər hansı bir yeni şirkət Azərbaycana gələndə düşünün ki, o şirkətin böyük pulu var. Necə deyərlər, daydayları böyükdür. Pullu daydayları var. Yəni, böyük reklamları var. Yəni, həmən şirkətlər Azərbaycana gəlir. Amma Livgood'un biz reklamı edəndə bizim Allahdan başqa heç kimimiz olmayıb. Yəni, o qədər Cəmilə xanım şahiddir. Bizim o qədər çətinliklərimiz oldu ki, amma biz davam etdik. Çünki mən özüm kimi güclü bir insanla bu yolu davam etdim. Yəni, biz heç nəyə baxmadıq. Biz müzakirələri, biz çətinlikləri, o deyir, dağ kimi insan olur sənin arxanda. Mən elə bir liderlə, elə bildim ki, bu lider mənim arxamdadır, mən heç nədən qorxmayacam. Yəni, düşünün ki, sən hansı bir şirkəti reklam edirsən, hansısa şirkəti, onun nə açıq, yəni pulun var çox reklam etməyə. Yəni, büdcəmiz deyərdik ki, sıfırdır. Yəni, heç bir sıfır büdcə ilə biz gəldik bu Azərbaycana Livgood'u tanıtmağa, xanımlar. Bu rahat bir iş deyildi. Siz bilirsiniz ki, bizim üzərimizə nə qədər təpkilər var idi, nə qədər anti-reklamlar getdi, hədələr gəldi. Cəmilə xanım çox şahiddir. Hətta hədələdilər belə ki, biz qorxmadıq, biz dayanmadıq. Və maşallah olsun, komandamız 2000-ə yaxınlaşır. Təsəvvür edin, 4 aya 2000 insan. Yəni, bilirsiniz də bu nə deməkdir. Yəni, mən onu bildirmək istəyirəm ki, Cəmilə xanım gəldi. Sonra biz başladıq liderləri bura dəvət etməyə. Liderlər, yəni bu möhtəşəm bir marketinq planla tanış olandan sonra liderlər də qərarını verdilər və başladılar işləməyə. Ondan sonra biz dayanmadıq. Dayanmadıq. Nə qədər anti-reklamlar getsə belə, nə qədər piramida deyilsə belə, amma bizim vecimizdə olmadı. Bizim düzdür, hərdən əsəbləşirdim, Cəmilə xanımla danışırdım, deyirdim, yox, bunların cavabını belə vermək lazımdır. Deyir, ay Elca xanım, siz onların səviyyəsinə düşməyin, siz təmkinli, siz beləsiz axı, deyirəm, nə bilim, yəni həqiqətən də sən əgər rəqabət aparmaq istəyirsənsə, sən sağlam rəqabət apar. Sən hansısa şirkəti suçlamaqla, sən qabağa gedə bilməyəcəksən. Allah xeyir, bərəkət onsuz da verməyəcək. Və biz dayanmadıq. Biz başladıq, biraz da o şey gələndə, o təpkiləri görəndə, o anti-reklamları görəndə biz biraz da həvəslə başladıq işləməyə. Dedim, yox, heç kəs belə bizim qabağımızda durmayacaq.
bizim tək Allahımız var idi. Ancaq Allahdan başqa bizə heç kəs kömək olmadı. Təsəvvür edin, pul, para, heç nəyimiz yox idi, xanımlar. Nə güclü bir reklamları da etdirə bilmədik. Çünki büdcəmiz zəif idi. Və başladıq öz aramızda, öz ətrafımızdan başladıq. Öz balaca bir WhatsApp-dan başladıq. Bunu hər kəs edə bilər. Bu hər kəsə uyğundur. Və bu elə bir şirkət deyil ki, bura dəvət etmək çətin olsun. Burada qol şərtləri yoxdur, Cəmilə xanım izah etdi. Burada hər ay dövriyyə yoxdur. Həqiqətən də sistem çox möhtəşəmdir. Mən bu sistemin möhtəşəmliyini anladım belə ilk gündən. Amma yenə də risk etdim. Risk etdim, həqiqətən də dəyər. Buna dəyər və nəticə də göz qabağında. Və düşünün ki, sənin komandanda hətta 2000-ə yaxın insanın hardasa 1500 insanı qazanc əldə edir. Az da olsa, kimsə az, kimsə biraz çox. Təsəvvür edin ki, bu şirkətin əsas qazancları gələcək 5-ci, 6-cı aydan sonra. O qədər möhtəşəm qazanclar gəlir ki, mən rusların təlimlərində çox dinləyirəm. Yəni orada görürəm. Yəni bir neçə, hətta bir ildən sonra artıq, yəni ki, deyir, səhər durarsan, görərsən ki, sənin büdcəndə bu qədər pul var. Yəni o dərəcədə burada pullar var, burada gəlirlər var. Və sizə onu da bildirim ki, çox danışdım. Sizə onu da bildirim ki, çox möhtəşəm liderlərlə işləyirsiniz. Dəyərli xanımlar, dəyərli komandam. Biz sizin sayənizdə bu uğurları əldə etmişik. Və ən böyük təşəkkürüm mənim dəyərli liderimə, Cəmilə liderimədir. Nə yaxşı ki, sən mənim təklifimi qəbul etdin, dəyərli liderim. Və biz bu yolda ikimiz yürüdük və böyük bir komandaya sahib olduq. Sonra Zeynəb xanım bizə qoşuldu. Deyərdik ki, mən, Zeynəb xanım, Cəmilə xanım, Aytən xanım, yəni dördümüz başladıq bu işə və çox mükəmməl nəticələr də aldıq. Maşallah olsun, göz dəyməsin, Allah qorusun, Allah hər birimizi qorusun, Allah işimizə bərəkət versin. Yəni necə başlamışıqsa, o sürətlə də davam edirik. Hər kəs də xanımlar, hər kəs, yəni sizə qıraqdan qonşu dedi, o birisi dedi, bu birisi dedi, inanmayın heç kəsə, özünüz araşdırın. Yəni elə bir zəmanədə yaşayırıq ki, Google var, YouTube var, şirkət haqqında belə deyək, çox-çox məlumatlar var. Rahat şəkildə araşdırıb öyrənə bilərsiniz. Ona görə hər birinizə uğurlar arzulayıram və inşallah ki, hələ işin başlanğıcındayıq. Hələ çox-çox möhtəşəm nəticələrimiz olacaq Allahın izni ilə. Məndən bu qədər. Çox sağ olun. Allah hər birinizdən razı olsun. Çox təşəkkür edirəm Elviza xanım. Mən sizə həmişə təşəkkürümü bildirirəm. Mənə söz verdiniz. Çox sağ olun. Siz sağ olun Elviza xanım. Mən sizə təşəkkür edirəm. Dəyərli vaxtınızı ayırdınız bizə. Həqiqətən mən də çox şadam ki, sizin kimi gözəl bir xanımla bir iş birliyini etdik və möhtəşəmliklər əldə etdik. Həqiqətən siz danışdıqca mən bir anlıq kövrəlirəm. Həqiqətən yəni biz nələrdən keçdik, nələrdən. Amma bugün əsas odur ki, biz bunu başardıq və biz Azərbaycanda bir tarix yazdıq. Çox gözəl dediniz ki, bəzən hər bir şirkətin arxasında böyük adamlar olur, böyük daydaylar olur, amma bizim arxamızda kimsə yox idi. Biz bunu tək başına və sıfır büdcə ilə etdik və başardıq. Deməli, biz bütün Azərbaycan xanımlarına bugün nümunəyik. Hər bir xanım, təbii ki, bugün artıq minlərlə burada xanımlar qazanc əldə edir və hələ bu yenidir, yolun yeni başındayıq. Və düşünün ki, hələ bir ildən sonra, 5 aydan sonra daha burada nələr olacaq, nə qədər qazanan xanımlarımız olacaq. Həqiqətən bu çox sevindirici bir haldır ki, nə yaxşı ki, biz bunu bir yerdə başlayıb, hər bir şeyin öhdəsindən gələrək dayanmadıq, davam etdik. Və buna 1000 kərə, 100 kərə hər zaman şükürlər edirəm. Biz qəhrəmanıq. Həqiqətən də. Bəli. Bəli. Həqiqətən çox təpkilər aldıq. Artıq onlar hamısı qaldı geridə. Əsas odur ki, biz bu günləri möhtəşəmliklərlə davam edirik və güclü liderlərimiz var burada. Həqiqətən mən də hər zaman komandama, güclü liderlərimə təşəkkür edirəm ki, nə yaxşı ki, burada biz bir yerdə bu yolu qət etdik. Təbii ki, bir yerdəyik, tək başına deyil də. Bərabər şəkildə komanda ilə bir yerdə
hələ daha gözəlliklər bizi qarşıda gözləyir inşallah. Sizə də çox təşəkkür edirəm Elizə xanım. Həqiqətən çox gözəl, məni bugün kövrəltdiniz. Həqiqətən sözün əsl mənasında və bir anlıq keçmişə qayıtdım. Düşündüm ki, 3 ay bundan qabaq hansı çətinliklər var idi qarşımızda. Belə xanımlar, baxın, indi istəyirəm kimlərin sualları varsa, mikrofonlarınızı vurun üstündən, açın bir-bir. Baxın, Elizə xanıma da suallarınızı verə bilərsiniz. Təbii ki, mənə də verə bilərsiniz. Kimin sualı varsa xanımlar, mikrofon üstündən vursun, mən açım səslərinizi.